Təəssüratlar elə gözəl qarşılanma oldu ki, vallahi adam elə bildiklərini də adından çıxartdı. Hər birinizə təşəkkür edirəm ki, hər zaman yüksək səviyyədə qarşılanmışsınız. Elə xalqımız da, jurnalistlər də, kameramanlar da. Hər ilki kimi yenə məqsədlə hazırlaşmışdıq ki, keçən də bildiyiniz kimi komanda Avropa çempionu olmuşdu. Məqsədimiz var idi ki, ardıcıllıq heç olmasa davam eləsin. Çünki bildiyiniz kimi 2022-ci ildə komanda Avropa çempionu olmuşdu. 23-də bir xalla qaçırtmışdı. 24-də olmuşdu. Bu ildə yenə elə çətin idi vəziyyət. Ukrayna komandasıyla son momentə qədər bir xal getdi. Şükür Allaha ki, 2 il ardıcıl olaraq komanda çempion oldu. Bildiyiniz kimi hər şey yaxşı. Təlim məşq toplantıları, 3 təlim məşq toplantısı keçmişdi. Xaçmaz Olimpiya İdman kompleksində. Vitamizasiya, geyim, hər şey qaydasındaydı. Bu ilə də bağlı Federasiyamıza, İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə öz minnətdarlığımızı bildirib bütün məşqlər adından ki, lazımi şərait yaradılmışdı. Zəhməti keçən hər kəsə minnətdarıq. Bir də ən əsas günlərdən biri əsasən bizim qalib gəldiyimiz günlər Mübariz İbrahimovun şəhadətə yetdiyi günlərə düşürdü. Bu il biraz tez oldu. Bu ildə ayın 14-ü Mirəsgər Seyidov milli qəhrəmanımız şəhadətə yetdiyi gün idi. Mirəsgər Seyidov, Allahverdi Bağırov, Mübariz İbrahimov başda olmaqla qələbələrimizi, bütün şəhidlərimizin ruhuna həsr edirik. Ola bilər yaddan çıxardarıq deməli, zaten bizim hər qələbəmiz şəhidlərimizə həsr olunur. Onlar bizim başımızın tacıdır. Zəhməti keçən hər kəsə də təşəkkürlər edirik. Bildiyiniz kimi illərdir ki, biz dünya çempionu ola bilmirik. Yəni 2-3 dəfələrlə çıxmışıq az xalla. Amma məqsədimiz yenə də şəxsi olaraq qızıl, gümüş, bürünc medallar vermək və komanda hesabında birinci olmaq istəyirik. Onunla bağlı da indi yenə federasiya müraciət edəcək. Təlim məşq toplantıları, vitaminlər, hər şey qaydasında olar inşallah. Biz də əlimizdən gələni edib komanda hesabında da şəxsi də qızıl medallar verərik. 2020-ci il müharibə qalib gəldikdən sonra müharibədə, yəni hər zaman uşaqlarımız, məsələn, orada bir həm yerli var idi, gəldi uşağa mükafat təklif elədi ki, bu görüş udsan, belə mükafat, uşaq qayıtdı ki, mən o görüş udub bayrağı dalğalandırıb himni səsləndirmək istəyirəm. Yəni mükafat da sonki məsələlərdir. Yəni uşaqlarda hər zaman bu şəhidlərimiz haqqında, qazilərimiz haqqında, vətənimiz haqqında, xalqımız haqqında danışırıq. Yəni milli ruhda böyümək haqqında böyüdürük. Bunlar da həqiqətən də məsələn, yəqin ki, izləmişsiniz də 48 sırada erməni rəqib çox güclüydü. Rusu udmuşdu o birisi qrupda. Yəni o qədər milli ruhda uşaq çıxdı ki, şans vermədi erməni gözünü açsın. Yəni biz istəyirik gənclərimiz belə böyüsün. Yəni çempionlar da olacaq, uduzmaq da olar, uduzmaq da olar. Və onu da qeyd edelim ki, Ermənistan komandası ilə 6 görüş keçirtdik, 5-də qələbə qazandıq. Bir görüşdə uduzduq. Təbii ki, bu idman da uduzmaq da olar. Yəni ona görə də milli ruhda böyütməyə çalışırıq və böyüyürlər də şükür Allaha. Ona görə də var olsun dövlətimiz, xalqımız, dövlətçiliyimiz. Təşəkkür edirəm. Sağ olun. Sağ olun.